Düymə oyunu. Atam ilə evimizin yaxınlığında gəzməyə çıxmışdıq. Yoldaşlarımdan ikisini düymə oyunu ilə dümüç olduqlarını gördüm. Orada dayanıb onların oynamağına baxdıq. Çox istərdim onlarla oynayam, amma düyməm yox idi. Atamdan istədim pencəyinin düymələrindən birini mənə versin. Atam düymələrinin birini qırıb mənə verdi. Mən düymələri tuşladım. Yalnız düyməmi uduzdum. Atamdan daha bir düymə istədim. Azca ötmədən atam da bizim oyunumuzu sevdi. O da bizə qatıldı. Amma pencəyinin düymələrini bir-bir uduzdu. Axşam çağı evə qaydanda nə atamın paltarında düymə qalmışdı, nə də mənim.